Hər vaxtınız xeyir əziz izləyicilər. Qəzetimizin 18 aprel 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Bugün olan buraxılışımız 16 səhifədən ibarətdir. İlk səhifəmizdə sabitliyin, tərəqqinin və strateji idarəçiliyin uğurlu sintezi başlığı ilə yazımız dərc edilib. 2018-ci ilin aprelində keçirilmiş növbədənkənar prezident seçkiləri ölkənin daxili siyasi kursunun davamlılığı və institusional sabitliyi baxımından mühüm əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyev and içərək konstitusiyaya sadiqliyini bəyan etdikdən sonra çıxış edərək dedi: Biz daxili risklərin hamısını aradan qaldırdıq. Xarici risklərdənsə özümüzü qoruya bilmişik. Bugün də qoruyuruq. Əminəm ki, bundan sonra da qoruyacağıq. Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini, daha sonra isə Sloveniyanın Xarici İşlər Nazirini qəbul edib. Başlıqlı məlumatlar isə ikinci səhifəmizdə dərc edilib. Qəzetimizin 3-cü səhifəsində isə Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikası Prezidentinin fərmanları dərc edilib ki, ətraflı tanış olmaq üçün sözgedən səhifəmizə baxa bilərsiniz. Qəzetimizin 4-cü səhifəsində isə qələbəyə aparan hərbi, strateji və diplomatik uğurlar başlıqlı yazı dərc edilib. 2018-ci il aprelin 11-i. Alternativ əsaslarla 8 nəfər namizədin iştirakı ilə keçirilən seçkilərdə son 3 seçkinin 2003, 2008 və 2013-cü il seçkilərinin qalibi, Hakim Yeni Azərbaycan Partiyasının sədri və prezidentliyə namizədi İlham Heydəroğlu Əliyev parlaq qələbə qazandı. Xalqın namizədi bütün rəqiblərini geridə qoyaraq Azərbaycan xalqının mütləq əksəriyyətinin səsini qazandı və 86,2% yenidən 4-cü dəfə Azərbaycan Respublikasının prezidenti seçildi və aprelin 18-də Milli Məclisdə and içmə mərasimi keçirildi. 5-ci səhifəmizdə də xalqın məhəbbətini qazanan liderin uğur formulu və inam, etimad və rəhbər qətiyyəti başlıqlı yazılar dərc olunub. Hər iki yazımız 2018-ci il aprelin 18-də Prezident İlham Əliyevin and içmə mərasiminə həsr olunub. Nailiyyətlərin təməlində dayanan Milli Birlik başlıqlı yazımız 6-cı səhifəmizdə yer alıb. Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasətdə atdığı qətiyyətli və ardıcıl addımlar bugün Azərbaycanı köklü surətdə dəyişib. Sosial sahədən tutmuş iqtisadiyyata, siyasətdən hərbi və ictimai institutlara qədər hər yerdə yenilənmənin, inkişafın, islahatın nəfəsi duyulur. Bu dəyişikliklərin hər biri Azərbaycanın bugünü və gələcəyi üçün atılmış strateji addımların real nəticəsidir. Müstəqil Azərbaycanın bugünkü uğurlu yol xəritəsi ümummilli lideri Heydər Əliyevin parlaq ideyalarına əsaslanır. Qəzetimizin 7-ci səhifəsində isə ötən günlərin aktual mövzularında məlumatlar dərc olunub ki, onların başlıqlarını sizə təqdim edirik. Sloveniya Baş Nazirinin müavini Bakıda Şəhidlər Xiyabanını və Mehdi Hüseynzadənin abidəsini ziyarət edib. Azərbaycanın və Sloveniyanın Xarici İşlər Nazirləri müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Azərbaycan Sloveniya ilə yeni əməkdaşlıq istiqamətləri müəyyən edir. Günün siyasi nəbzi qəzetimizin 8-ci səhifəsində tutulub. Çox tərəfli nümunəvi əlaqələr başlıqlı məqaləmizdə Gürcüstan-Azərbaycan münasibətlərindən danışılıb. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Ölkələri yalnız iqtisadi amillər deyil, həm də tarixi əlaqələr birləşdirir. Ölkəmizin enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, şərqdən qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. 9-cu səhifəmizdəki günün siyasi nəbzi rubrikasında isə Azərbaycan-Çin əlaqələri nəsr olunmuş, şərqlə qərbin qovuşuğunda Azərbaycan-Çin strateji tərəfdaşlığı gələcəyin təminatıdır başlıqlı məqalə yer alıb. Tarix boyu xalqları birləşdirən, mədəniyyətləri qovuşduran, ticarət yollarını bəzəyən Böyük İpək yolu bugün yenidən dirçəlir. Bu tarixi marşrutun canlanması isə iki dost ölkə, Azərbaycan və Çin arasında münasibətlərə yeni nəfəs, yeni enerji bəxş edir. Azərbaycan və Çin öz ənənəvi dostluq münasibətlərini daha da möhkəmləndirmək, əməkdaşlığın sərhədlərini genişləndirmək əzmində olduqlarını qətiyyətlə nümayiş etdirirlər. 10-cu səhifəmiz isə mədəniyyətlə bağlı yazılara həsr olunub. Bu səhifədə 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər gününə həsr olunmuş iki yazımız dərc olunub ki, tarixini qoruyan, gələcəyini inamla quran və səssiz şahidlər başlıqları ilə verilib bu yazılar. Sözgedən sonuncu yazımızda qeyd olunur ki, hər il aprelin 18-də qeyd olunan Beynəlxalq Abidələr və Tarixi Yerlər günü dəyərlərin, tarixi irsin qorunmasının simvoluna çevrilmişdir. Bugün 1983-cü ildə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurası tərəfindən təsis olunmuş və əsas məqsədi mədəni irsin qorunmasına, cəmiyyətin diqqətini artırmaqdır. Keçmişin səssiz şahidləri olan tarixi abidələr bir xalqın yaddaşını, inancını və mədəniyyətini yaşadır. Qərbi Azərbaycan.
20-ci əsrin bəlası deportasiya rubrikasına əsr edilmiş yazılar da 11-ci səhifəmizdə yerləşdirilib ki, bunların başlıqlarını təqdim edirik. Göyçəsiz qışa dönüb, baharım, yazım. Bursalı Pəmbək mahalının bir parçası idi. Basar keçər Azərbaycan türklərinin qədim yaşayış məskəni olub. 12-ci səhifəmiz hadisələr kontekstində rubrikasına həsr olunub. Bu səhifədə şovinist siyasətin qurbanı olan yurd yerimiz başlığı ilə Başlıbel faciəsi haqqında məlumatlar yer alıb. Bugün Başlıbel faciəsindən 32 il ötür. Zaman keçir, amma bu ağrı unudulmur. Çünki bu qanlı hadisə xalqın yaddaşına həkk olunub. Bugün işğaldan azad olunmuş torpaqlarımıza həyat yenidən qayıdır. Amma həmin torpaqlarda yaşanmış faciələr gələcək nəsillərə bir ibrət dərsi kimi ötürülməlidir. Başlıbelin adı sadəcə bir kəndin yox, bir xalqın haqq səsinin simvoluna çevrilib. 13-cü səhifəmizdə isə Urmiya gölünün quruması ilə bağlı Urmiyanın səssiz fəryadı. Bu niyə qlobal problemə çevrilmir sualının cavabı verilib. Həmçinin bu məqaləmizdə ekoloq Qorxmaz İbrahimlinin, millət vəkili Pərvanə Bəliyevanın və ekoloq Rövşən Abbasovun da fikirləri yer alıb. Ermənistanın taktiki gedişləri, sülh müqaviləsi və Paşinyanın hiyləli planları başlıqlı yazı da 14-cü səhifəmizdə dərc edilib. Yeni konstitusiyanın hazırlanması Ermənistanın daxili siyasi mühitində böyük dəyişikliklərə səbəb ola bilər. Hətta müstəqillik bəyannaməsinin konstitusiyadan çıxarılması, Ermənistanın dövlət quruluşu və sərhədlərinin təkrar nəzərdən keçirilməsi Cənubi Qafqazdakı geosiyasi vəziyyəti əhəmiyyətli dərəcədə dəyişmək potensialındadır. 15-ci səhifəmizdə isə əməkdaşımız Nəzir Eldar qızının müsahibəsi dərc olunub ki, plastik və rekonstruktiv cərrahiyyədə növbəti uğur başlıqlı məqalədə bu yaxınlarda Azərbaycan Tibb Universitetinin professoru, tanınmış plastik rekonstruktiv cərrah, tibb elmləri doktoru Vaqif Qələndər Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib deyilir. Ətraflı tanış olmaq üçün sözgedən məqaləmizə baxa bilərsiniz. Son səhifəmiz isə hər zamanki kimi hava haqqında məlumatla yekunlaşır. Beləliklə bizim sizə bugünlük çatdıracaqlarımız da bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.